Salam uşaqlar. Salam. Əyləş. Deməli uşaqlar, bu günlərim sizlə ümumiləşdirici dərs götürəcəyik. Yəni sabahlarımda fizikada ümumiləşdirici dərsin sualları buradadır. Birinci qrup, ikinci qrup, üçüncü və dördüncü qrup olaraq yaxınlaşacağım. Hər qrupdan qalib olanları lövhədə qrup qiymətləndirməsini qeyd edəcəm. Başlayaq Turpayla. Çepasının koordinatları hansılardır? Mən 14, 17, 91, 95. İndi enliklərlə uzunluqlardır da. 14, 17 nədir? Mən şimalı, Enliyi, ay sağ ol. isə qərbi. Ay, afərin. Litosfer nədir? Litosfer nədir? İki olur. Litosfer talaları da Yox, litosfer özü nədir? Yerin yerin üst, alt bərkatı. Nədir? yerin bərk qatıdır, üst bərk qatıdır. Üst bərkatı. Çapa Sansölçüdə yerləşir. Yox, yox, Meksikada. Hələ ki bir düzümüz var. Nüvənin tərkibində hansı maddələr var? Nüvənin tərkibində hansı maddələr var? Bilmirsən? Nüvənin özünün tərkibini istəyirsən mən. Dəmir və nikel. Davam edirik. Yaponiyada neçə seismoqram cihazı quraşdırdı? Seismoqraf. Aha. Hansı ki onun sayəsində artıq nəzarət alındı. Zəlzələ. Neçədən neydi uşaqlar? 5 çox. Əyləş. San Francisco hansı ölkədə yerləşir? Hansı ölkədə yerləşir? Amerika ABŞ. Davam et. Hazırda saniyədə aktiv olması gedir. Afərin. Birinci qrupumuzun nəticəsi oldu 2 dənə düz. İkinci qrupdan davam edirik. İzan dəyətinin paytaxtı hansıdır? Reykjavik. Düzdür. Reykjavik. Singapurun tərkibində simlər neçə faizdir? 80, Neçə? 90, devlərə 70 faizdir. 70%. Qarabağ vulkanı yaylasında hansı vulkanlara rast gəlinir? Sönmüş vulkanlar. Düzdür. Vulkanın kraterində temperatur necə dərəcə olur? 1200. Düzdür. Singapur İndoneziyadan hansı boğazla ayrılır? Bilməli. Elə Singapur boğazı ilə. Yer qabağı neçə təbəqədə bölünür və hansıdır? Yer qabığı neçə qata bölünür? 5. Yox. 3 qata bölünür. Bazalt, qranit, çökmə. Okean yer qabığının altında hansı qat yoxdur? Okeanın altında hansı qat yoxdur? Qranit qat. İkinci qrupdan doğru cavab verənlər əlini qaldırsın. 3 nəfər. Deməli 3 balımız var. İkinci qrupun birinci mərhələdən 3 bal qazandı. Üçüncü qrupdan davam edirik. Azərbaycan hansı ölkələrdən Hansı ölkələrlə sudan həmsərhəddir? Türkmenbaşı, Türkmənistan. Türkmenistan, Qafqaz, Türkmenistan, Rusiya, bir də İran. Bilmədim. Dünyanın ən böyük palçıq vulkanı hansıdır? Torağay. Düzdür. Azərbaycan hansı regionda yerləşir? Asiya qitəsində yerləşir. Hansı region gedir Asiyada? Asiya, Avropa və Asiya qitələri arasında. Avropa və Asiya arasında Qafqaz regionu. Əyləş.
Magma yer səthinə çıxdıqdan sonra nəyə çevrilir? Lava. Doğrudur. Yellowstone vulkanının okeanın dərinliyi nə qədərdir? Dərinliyi 80. 9 kilometr. Singapur tərkibində hansı xalqlar var? Çinli, Hindli, bir də Çinli, Hindli, Malayla. Ev qəbul olunur. Okean tipli yer qabığının qalınlığı nə qədərdir? Neçə kilometrdir okean tipli yer qabığının? Nə qədərdir? Singapur Malaziyadan hansı boğazla ayrılır? Boğaz. Üçüncü sırada düzgün cavab verənlər kimlər oldu? Əlin qaldırsın. 1, 2, 3, 4, Pohod 5. Deməli, üçüncü qrupumuz 5 bal qazandı. Dördüncü qrupdan davam edirik. Birini sən çıxsın, buyur. Yaponiya zəlzələ baş verən itkilərin qarşısını almaq üçün hansı cihazlardan istifadə etdi? Bilmədim, seismograf cihazından istifadə edir. 5 gündəlik seismograf cihazı quraşdırdı. Singapurun hansı limanı dünyada ilk 10-a girir? Hava limanı. San Francisco harada yerləşir? Amerika. Doğrudur. Ölkəmizin koordinatları hansılardır? 13-17, Ölkəmizin, Azərbaycanın. 51-54, 51, 44, şərq uzunluqları. 41, 45, Bilməm. Azərbaycan hansı ölkələrlə buradan həmsərhəddir? Rusiya, Türkiyə, İran, Ermənistan. Qəbuldur. 5 dənə dördüncüdür. Dördüncü qrupumuzda kimlər düz cavab verdi? Əlin qaldırsın. 1, 2, 3 bal. Dördüncü qrupumuz 3 bal olaraq qiymətləndirilir. İkinci mərhələ ilə davam edirik birinci qrupla. Deməli, uşaqlar, ikinci mərhələdə artıq kimdən ki düz cavab vermişdi, yalnız həmin şagirdlərə yaxınlaşıram. Aydın oldu? Düz cavab verənlər burada kimlərdir? 2 nəfər. Tamam. Takana vulkanlarının böyüklüyü nə qədərdir? 5000. Takananın hündürlüyü. Mərkəzdən məsələ. Nə qədərdir? 60. Düzdür. Ölkəmizin İranla nə qədər məsafədə yerləşir? Aha. 765. Düzdür. 765. Birinci qrupun birinci və ikinci mərhələ üçün 1 bal var. İkinci qrupla davam edirik. Doğru cavab verənlər neçə nəfərdə əlin qaldırın? 3 nəfər. Buyurun, başlayaq. Litosferin qalınlığı neçə kilometrdir? Tasvirin qalmadı. 6000. 9250 km. Sönmüş vulkanlar hansı vulkanlardır? Yəni bir zamanlar aktiv olub amma indi sönen vulkanlar. Siz sözlüğün açılışında coğrafi informasiya istəmir. Doğrudur. İkinci qrupda 2 balımız var. Üçüncü qrupla davam edirik. Düz cavab verənlər üçüncü qrupda 5 nəfər. Buradan başlıyoruz. Buyur. Aktiv vulkanlar hansı vulkanlardır? Hal-hazırda püskürülə bilən vulkanlar. Doğrudur. Mauna Kea vulkanı hansı adada yerləşir? Havay adasında. Düzdür. Sonra burada düz cavab verənlər.
Dünyanın ən hündür aktiv vulkanı hansıdır? Pleiad 6723 metr. Lüleləko. Doğrudur, qəbul edirəm. Palçıq vulkanı digər vulkanlardan bir fərqi nədir? Mən palçıq vulkanlar Püskürdü ilə məhsuldur da palçıq, Müslüm. Palçıq püskürürlər və neftdən, qazdan xəbər verirlər. Dünyanın ən hündür sualtı vulkanı hansıdır? Mauna Kea. Doğrudur. Bu qrupdan, 3-cü qrupdan 4 nəfər doğru cavab verdi, düzdürmü? 3-cü qrupumuzun o zaman 4 balımız var. 4-cü qrupumuzdan davam edirik. Ölkəmiz Ermənistan ilə nə qədər məsafədə yerləşir? Sərhəddən uzunluq. Deyil. 17 kilometr. Singapur niyə çox millətli ölkə sayılır? Mən çünki onların tərkibində 3 millət yaşayır. 3 milyon yox, orada digərləri də var. Nəysə, qəbul edirəm. Chiapas harada yerləşir? Harada, konkret hansı şəhər, ölkədə? deməli. Bilmədim. Meksika. Meksikada. Yalnız bir nəfər düz cavab verdi. Nizam intizam. Çox səs gəlirdi 3-cü qrupdan. Ona görə qiymətiniz 1 bal olaraq aşağı gəlmiş olur. Digərlərinə hər iki 950. nizam intizamı qiymətləndirirəm. Nizam intizama görə sizin qrupun aşağı olduğuna görə 1 bal yendirdim. Digər qruplara da xəbərdarlıq olsun. Hələ sual qatarı ilə davam edirik. Sual qatarı ilə davam etmək üçün kimlər ki doğru cavablar vermişdi? Sonuncu. Birinci qrupdan 1 nəfər kim gəlmişdi? Lövhəyə çıxsın. İkinci qrupdan 2 nəfər kimlər qalmışdı? Çıxsın. Üçüncü qrupdan 4 nəfər gəlsin. Dördüncü qrupdan da 1 nəfər çıxsınlar lövhəyə. Sual qatarı ilə davam edirik dərs. Deməli uşaqlar, qalib gələnlər arasında ən savadlını, ən yaxşı coğrafiya oxuyanı müəyyən eləmək üçün sual qatarını qurduq. Və bu görək sual qatarından ən axıra kim qalacaqdır. Sualı götürürsünüz, cavab verən keçir arxaya, cavab verə bilməyən keçir öz yerində əyləşir. Buyurun. Litosferin bölündüyü iri parçalar nə adlanır? Mantia. Litosferin özünün bölündüyü iri parçalar necə adlanır? Litosfer tavalları. Yellowstone vulkanı harada yerləşir? Şimali Amerika. Nisbi mövqeləri, Yəni necə mövqe? yəni dəqiq olmayan mövqe. Ay, tamam. İslandiya necə adlanır? Geyzerlər ölkəsi. Doğru. Sisteminin gəmi yük daşımalarında tətbiq edən ölkələrdən biri hansıdır? Çin. Norveç. Singapurun sahəsi neçə kilometrdir? 728,6 kilometr. Singapur qalan bölgəsi nə ilə tanınır? Gəmiləri ilə. Olar, gəmi ticarətləridir. Mantia neçə yerə bölünür və hansılardır? Mən 2 yerə bölünür, üst mantia və alt mantia. Doğru. Toraqay vulkanının hündürlüyü nə qədərdir? 4600. 4500. Xeyr. 400 kimi. Əyləş. Yelyakonun hündürlüyü nə qədərdir? 6723. Doğrudur. Tavaların hərəkəti nə adlanır? Astenosfer. Tektonik hərəkətlər. Nüvənin temperaturu nə qədərdir? 1000-1200. Yox, o lavanın temperaturu. 250. Deyə O da bilərəm. farklı vulkan temperaturudur. 6000 dərəcə. Doğrudur. Əyləş. Azərbaycan hansı qitədə yerləşir? Asiya qitəsində. Doğrudur. Ölkəmiz Xəzər dənizi ilə nə qədər məsafədə yerləşir? Mən 15 kilometr. Mən 875 kilometr.
75. 825. 2 dəfə səhv dedim. Əyləş. Singapur harda yerləşir? Asiya qitəsində. Bəli. Doğru. Chiapas əyaləti neçə qida məhsulunu ixrac edir? 63. Singapurun paytaxtı Reykjavik. Singapurda bir dənə şəhər var, o da paytaxtdır, Singapur şəhəri. Əyləş. Ölkəmiz Gürcüstan ilə nə qədər məsafədə yerləşir? 471. Ölkəmiz Türkiyə ilə nə qədər məsafədə yerləşir? 15 kilometr. Kobe şəhərində dəhşətli zəlzələnin biri nə zaman baş verdi? 1995-ci il 17 yanvar. Dünyada tükənməyən hansı əsas enerji mənbələri var? Su, günəş, külək. Onlar necə gedir? Alternativ Alternativ enerji. Yerin daxilində neçə əsas təbəqə var? 3. hansılardır? Nüvə. Nüvə, mantia, bir də Yer qab. yer qabı. Bulaqlarda suyun temperaturu neçə dərəcədir? 37 dərəcə. Xarici nüvə nəyə görə ərimiş haldadır? Çünki onun dərəcəsi çoxdur. Dərəcə nüvə, daxil nüvədə daha yüksəkdir, nəinki xarici nüvə. Çünki mənim daha sıx yerləşir. Daha sıx daxildir, daha sıx daxil olduğuna görə o ərimir, amma xaricə getdikcə sıxlıq azalmış olur. Yenə də davam edirik. Geyzerlər yer səthinə hansı şəkildə çıxır? Püskürərək. Yəni fəvvarə şəkildə çıxır. Doğrudur. Afərin, alqışlayaq. Yağmur 3-cü qrupdandır və qalibimiz də o olmuş oldu. Və nizam-intizama görə digərlərinə 5 bal olaraq qiymətləndiririk. Deməli, və toplayıb son cəm çıxardanda birinci qrupumuzun 8 balı, ikinci qrupumuzun 8-10 balı, üçüncü qrupumuzun 14 balı, dördüncü qrupumuzun isə 9 balı var. Qalib qrupumuz oldu 3-cü qrup, ikinci yerə 2-ci qrup, üçüncü yerə 4-cü qrup və 4-cü yerə isə 1-ci qrup çıxmış oldu. Təşəkkürlər uşaqlar.